Salam dostlar, kanalımda hər birinizi xoş gördüm. Ümid edirəm hər biriniz çox yaxşısınız. Bugün mənə Almaniyada necə ev tapa bilərik və bunun üçün nələr lazımdır? Belə bir mesaj gəlmişdi. Mən də düşündüm ki, həm yazan şəxsi məlumatlandırım, həmçinin də Almaniyaya gəlmək istəyən və ya Almaniyada olub ev tapmaq istəyənlər üçün yararlı bir video çəkim. Videonu sonacan izləyin və siz də Almaniyada evi necə rahatlıqla tapa bilərsiniz. Bu haqda məlumat alın. Videomuza başlamazdan əvvəl kanalıma abunə olmağı, videonu bəyənməyi, rəy yazmağı və Almaniyaya gəlmək istəyən, Almaniyada yaşayan bütün dostlarınızla paylaşmağı unutmayın. Keçək videomuza. Deməli, bilənlər bilir ki, mən Ausbildungdan işçi vizasına keçmişəm və təbii ki, keçdiyim yəni aldığım müqavilə əsasında isə şəhərimi dəyişməli olmuşam. Hal-hazırda isə yeni evimdən video çəkirəm. Bəs yaxşı, gəlin görək bu evi necə tapdım, hansı saytlardan istifadə etdim və mənə hansı sənədlər lazım oldu, bunlar haqqında danışaq. İlk öncə, deməli, mən bu şəhərə köçməzdən əvvəl bu şəhəri araşdırdım və özümə uyğun, təbii ki, mən vergi, yəni birlikdə yaşam istəmirdim. Çünki 2 il mən birlikdə yaşamda yaşadım, yəni vergidə yaşadım. Birlikdə yaşam odur ki, məsələn, 2 mərtəbəli, 3 mərtəbəli bir ev olur və onun yalnız və yalnız bir otağı sənə aid olur. Kuxnadır. WC, hamam isə yəni birlikdə olur. Yəni sən və səninlə bərabər orada yaşayan şəxslər ondan istifadə eləyir. Düşündüm ki, artıq işçi vizasındayam və yeni şəhərə köçəcəm. Bunun üçün özümə məxsus olan 1 və 2 otaqlı ev axtarıram. Bunun üçün mənə təbii ki, bir telefon və müəyyən saytlar lazım oldu. Bu saytları qeyd eləyəcəm, yəni yazacağam, həmçinin də deyəcəm. Bu saytlardan rahatlıqla ev tapa bilərsiniz. İlk öncə başlayaq Kleinanzeigen'dən. Mən evi elə Kleinanzeigen əpi ilə tapmışam. Deməli, orada nə üstünlük var? Kleinanzeigen'də nömrə və bəzən də email qeyd edirlər və demək olar ki, yazanda bir müddət keçəndən sonra geri dönüş mütləq şəkildə eləyirlər. Təbii ki, eləməyənlər də olur. Mən elə 2 otaqlı hal-hazırdakı bu evdən bu evi, yəni Kleinanzeigen'dən tapmışdım. Daha sonra Immowelt var, ImmoScout var, eBay var. Bir də əgər vergi, yəni birlikdə yaşam axtarırsınızsa, yəni bir ev, bir otaq axtarırsınızsa sadəcə, vergi Gezuq proqramından da istifadə edə bilərsiniz. Deməli, bunun üçün mənə lazım olan bir sənədlər, hansı ki, həmin proqramda zaten ev haqqında məlumatlar yazanda ən sonda sizdən tələb olan sənədləri də qeyd edirlər. Deməli, ilk öncə sizin ya Ausweisiniz ya da oturma kartınız olmalıdır. Yəni onu istəyirlər. Daha sonra sizdən iş vertraqı, yəni iş müqaviləsi istəyirlər. Sonra sizin şufanız, yəni kredit tarixçəniz üçün bir sənəd lazım olur. Bu şufanı necə əldə edə bilərsiniz? Deməli, şufanı onlayn sifariş eləyirsiniz. Orada müəyyən deməli, məlumatlarınızı qeyd eləyirsiniz, onlayn sifariş eləyirsiniz və məbləği kartla ödəyə bilirsiniz və daha sonra bir müddət keçəndən sonra həmin şufa, həmin sənəd sizin yəni email dediyim, yəni adresinizə gəlir. Bu şufanı belə əldə edə bilərsiniz. Sadəcə təəssüflə bunu qeyd edeyim ki, Almaniyaya təzə gələn və gəlmək istəyənlərin şufası olmur. Ona görə də təbii ki, bəzi ev sahibləri bunu anlayışla qarşılayırlar. Amma demək olar ki, bu hallarda biraz ev vermə prosesi uzanır, ləngiyir. Daha sonra bir də sizə 3 aylıq, yəni maaşınızın 3 aylıq sənədi lazım olur. Məsələn, bundan əvvəl işlədiyiniz maaşda 3 aylıq sənəd lazım olur. Maaşınızın çıxarışı, belə deyim. Amma təəssüf ki, yenə deyim, əgər bura yeni gəlmisinizsə və yaxud da işə yeni başlayırsınızsa, o zaman siz onu göstərə bilmirsiniz. Çünki siz maaş almamısınız deyə o sənədi verə bilmirsiniz. Yəni məndən bu sənədlər tələb olunmuşdu, bu sənədlərə baxılmışdı. Əgər bu videonu izləyən
şəxslər hansılar ki, özləri ev tapdı, onlardan da bu sənədlərdən başqa hansısa bir sənədlər lazım olubsa, xahiş edirəm rəy bölməsində qeyd edin, bəlkə başqaları üçün yəni yararlı olar. Beləliklə mən başladım, yəni proqramlardan yazmağa istədiyim evlərə. Təbii ki, orada proqramda evin qiyməti də yazılır. Məsələn, neçə kvadrat metrdir o da yazılır. Evdə nə var, nə yoxdur, ev əşyası varmı, yoxmu? Yəni bu haqqda məlumatlar yazılır. Həmçinin evin şəklini də qoyurlar. Və bir şey də qeyd edeyim ki, yəni orada Nebenkosten və Vağmite deyə bir anlayış var. Üzr istəyirəm, Kaltmite və Vağmite deyə bir anlayış var. Kaltmite odur ki, yəni sadəcə evin özünə ödəyəcəyiniz bir məbləğdir. Yəni buna işıqdır, qazdır, məsələn zibil puludur, su puludur aid deyil. Və əlavə sizə Nebenkosten deyə bir məbləğ qoyurlar. Məsələn bu 150, 100 ya da 250 ola bilər. Məsələn mənim evimdə Nebenkosten 250 avrodur. Buna da hər şey daxildir, sadəcə işıq daxil deyil. Və orada ümumi Nebenkosten üstəgələk Kaltmite birlikdə Vağmiteni yaradır. Yəni Vağmite odur ki, hər şey daxil o qiymətdir. Yəni su da, qaz da, məsələn zibil pulu da, su pulu da, hər şey buna aiddir. Bir dənə işıq pulu çox hallarda aid olmur, ya bəzən də aid olur. Yəni müraciətlər edirsiniz, sizə yəni görüşlər təyin edirlər və ən həssas bir məqam. Görüşlərə getdiyimiz zaman bəzi insanlar deyir ki, mən əgər evi danışdımsa, yəni getdim, baxdımsa, gördümsə, yəni bu niyə ləngiyə bilər? Niyə burdan mən yox cavab ala bilərəm? Əzizlərim, burdan bunu qeyd etmək istəyirəm ki, sizlə bərabər o görüşə yüzlərlə 150 insan gəlir, yəni yüzlərlə insan gəlir. Ona görə də həmin evdən yəni ev sahibi sadəcə bir nəfəri seçir. Bir nəfərə belə deyim də, Lora dil desəm güvənir, inanır və evini həmin şəxsə verir. Ona görə də yox cavab almanız yəni buna əsaslanır. Çünki əgər siz tək olsanız, təbii ki, o evi sizə verəcəklər. Yəni başqa heç kəsə verəsi deyil. Amma tək olmadığınız üçün və seçim çox olduğu üçün ev sahibi də yəni seçir, sadəcə bir nəfərə bunu verir. Ona görə də ev tapma prosesi biraz ləngiyir. Sadəcə sizə məsləhətim, sənədlərinizi qaydasında yəni saxlayın, qaydasında düzəldin. Daha sonra məsələn müraciətlərinizi eləyin. Yox cavabı alanda təbii ki, motivasiyadan düşməyin. Biz bilirik ki, səbrin sonu yəni çox yaxşıdır, çox uğurlu gəlir. Əgər bir yerdən yox cavabı alırsınızsa, deməli o sizin üçün xeyirlisi deyil. Mənim elə yəni baxdığım və bəyəndiyim o qədər evlər oldu ki, o qədər çox ürəyimə yatan evlər, hətta elə evlər var idi ki, məsələn içi doluydu da, əşyalarla nəzərdə tuturam, amma alınmadı. Məsələn elə görüş oldu ki, mən getdim, məsələn həmin görüşə tutam ki, 5-in yarısı mənə görüş veriblər. Mən getdim, həmin şəhərə bir şəhər qalmış, qatar dayandı və getmədi. Müəyyən səbəblər olmuşdu və mən terminə gec çata bilmədim, amma öncədən xəbər verdim ki, gecikirəm və bunlar da dedi ki, əgər vaxtında gələ bilmirsinizsə, təəssüf ki, yəni gözləmə prosesi olmur. Terminə vaxtında getmək lazımdır. Bu arada yəni bunu da qeyd eləyim. Ona görə də mənə bir müddət sonra yəni bildiriş gəldi ki, email aldım ki, bəs evi başqasına veriblər də. Belə bir şeylər də olur. Təbii ki, insan üzülür, yəni onu xoşlamışdım, niyə olmadı deyə bir sarsıntı keçirir. Amma yenə də dediyim kimi, əgər bir şey bizim üçün xeyirsizdirsə, o bizə ya gecikir, ya da ümumiyyətcə olmur. Yəni xeyirsiz bir şey bizim üçün niyə olsun ki? Allah hər zaman bizə xeyirli bir şey verir zaten. Yəni mən düşünürəm ki, yəni ev tapmaq haqqında bu qədər məlumat olduqca kifayətdir. Yəni sadəcə səbirli olmağınızı, disiplinli olmağınızı, yorulmamağınızı tövsiyə edirəm. Yəni hər bir çətinliyin ardı çox asanlaşır, asanlıq olur. Yəni hər gecənin bir işıqlı sabahı olduğu kimi hər çətinliyin də bir necə deyim, asanlığı olur da. Yəni hər çətindən sonra bir aydınlıq, asanlıq gəlir. Ona görə də davam eləyin, axtarışlar eləyin və bu arada bir şey deyim ki, sadəcə mən Kleinanzeigen'dən tapdım, bu məlumatı verdim sizə. Qeyd etdiyim kimi Imovelt-dir, Imoscout-dur, VG Gezux'dur. Bu proqramlardan da tapa bilərsiniz. Sadəcə fərqi odur ki, məsələn Imoscout-da
bəyəndiyiniz bir ev var. Bəzən pullu təklif eləyirlər onu. Məsələn, o evə yazmaq üçün sizə müəyyən məbləğ qoyurlar. 6 ay, 1 il və ya 24 aylıq. Aylıq sizdən məsələn tutalım ki, hər ayın özünün məbləği var da. Məsələn 10 avro, 15 avro, 19 avro ya da 25 avro çıxacaq hər ay. Elə bil abunə olursunuz da bir növ. Abunə olursunuz və oradan asanlıqla evlərə müraciət edə bilirsiniz də, istədiyiniz evlərə. Amma deyim ki, oradan məsələn %100 siz ev tapacaqsınız. Yəni %100 sizə müsbət geri dönüş olacaq. Bu haqqda heç bir məlumat verə bilməm. Çünki mən oradan tapmamışdım. Kleinanzeigen'dən tapmışdım. Kleinanzeigen'dən yəni nömrədə qoyurlar, emaildə qoyurlar. Biraz daha rahat olur, yəni tez əlaqəyə keçmək üçün. Amma yenə deyirəm, səbirli olun, disiplinli olun, yorulmayın. İnşallah ki, yəni bu videoya ev tapmış biri olaraq yenidən baxarsınız və bu videonu başqalarına məsləhət görərsiniz. Ümid edirəm ki, hər kəs üçün ev tapma prosesi aydın oldu. Hər birinizi çox sevirəm. Sevgi ilə qalın. Növbəti videolarda görüşmək ümidi ilə. Hələlik.